Xəzər rayonunda 28 yaşlı qadın sevgilisini bıçaqladığı üçün məhkəmə qarşısına çıxıb. Məlumata görə hadisə ötən ilin sentyabrında Binə qəsəbəsində baş verib. İstintaq materiallarına görə Tamara hamilə olduğunu sevgilisi Zöhrəba bildirib. Lakin Zöhrəb uşağın ondan olmadığını, həmçinin həyatında başqa qadının olduğunu deyərək münasibəti davam etdirmək istəmədiyini deyib. Bundan qəzəblənən qadın Zöhrəbin yaşadığı evə gedib. Bir neçə saat onu gözlədikdən sonra evə daxil olaraq şkafda gizlənib. Zöhrəb evə qayıdanda aralarında mübahisə yaranıb və Tamara əvvəlcədən mətbəxdən götürdüyü bıçaqla ona xəsarət yetirib. Tamara məhkəmədə ittihamı qəbul edərək bildirib ki, bu addımı hamiləliyi və ayrılıq səbəbindən yaşadığı emosional gərginlik fonunda atıb. Zərər çəkmiş Zöhrəb də qadının şkafdan çıxaraq mübahisədən sonra onu bıçaqladığını təsdiqləyib. Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinən Tamaraya məhkəmənin hökmü ilə 3 il şərti cəza verilib və 1 il sınaq müddəti təyin olunub.